Herkese salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün biraz fərqli bir yerdən vloq açmışam. Fərqli yer dediyimdə ki, qızlar bizim universitetin əsas binasıdır. Bugün buradayam. Öz binamıza getmişdim. Yəni Təbriz küçəsində yerləşən həmişə, yəni kafedramızın birləşdiyi binada. Ora getmişdim, amma təcili bir iş çıxdı. Ondan bağlı əsas binaya gəldim. Əsas binamız bizim 28-də yerləşir qızlar. İndi hal-hazırda həyətində oturmuşam. Giriş hər tərəfdən deyil, içəri tərəfdəndir. İndi buradan belə içəri keçirsən, oradan da çölə çıxırsan da. Bilənlər bilir, bu bina Slavyan Universiteti ilə bitişikdir. Bu tərəfdə də Slavyan Universitetidir qızlar. Yəni bitişikdir. Yarı hissəsi bizimdir, yarı hissəsi onlarındır. Eyni proyektdə olan binadır. Slavyan Universitetində içərisində olmuşam. Bilirəm, yəni tanıyıram. Bura bizim həyətimizdir. Digər yəni korpusun həyəti qədər böyük olmasa da bizim həyət daha böyükdür. Bu həyət biraz balacadır, amma məsəl üçün Novruz tədbirləri, müəyyən tədbirlər olur ki, buralarda keçirilir. Bir dəfə çəkilişdə də göstərmişdim sizə. İndi gəlmişəm bura qızlar. İşim barədə demək istəmirəm nədir. İnşallah alınsa, o barədə bir vlog çəkəcəm və sizinlə də bölüşəcəm. Onda deyəcəm ki, nə üçün mən buradaydım, bu binadaydım. Yəni bu binaya əslində çox da elə tez-tez gəlmirik. Əvvəl tez-tez gəlirdik qızlar. Yəni sənədlər falan gətirirdik. Çünki bura əsas bina kimi sayılır. Bir çox şöbələr, kadrlar olsun, nə bilim, ümumi şöbə olsun, mühasibatlıq olsun. Onlar hamısı burada yerləşirlər. Yəni oralarla bağlı hansısa bir sənədimiz falan lazım olanda əvvəllər özümüz gətirirdik. Ona görə də tez-tez gəlirdik. Amma indi sağ olsunlar ki, belə bir sistem yaradıblar. Həm elektron qaydada göndərə bilirik, həm də ki, kuryer olur, bu binadan gəlir. Bizim binaya hər gün lazımi sənədləri onun vasitəsilə bu binaya yollaya bilirik. Bir də burada qızlar bizim idman zalımız yerləşir. O vaxtı mən burada oxuyanda biz bura idmana məşqə gəlirdik. Düzdür, indi idman zalını imtahan zalına çeviriblər. Hal-hazırda sessiya davam edir. Əslində davam eləmir, 0-25-lər kəsirlərin imtahanıdır. Yəni o bir binada yoxdur, zal yoxdur. Elə zal ancaq buradadır. Nəysə, oturmuşam qızlar, işimdən cavab gözləyirəm. İnşallah ki, alınır. Alınanda da dediyim kimi sizinlə paylaşacağım. Elə burada gözləyə-gözləyə qızlar kitabımı oxumuşam. Bu kitabı sizə göstərməmişdim. Bu kitabı yeni almışam. Vüqar Bayramlı İntihar Sürprizi. Yəqin ki, adından artıq məlumdur. Dedektiv janrda yazılmış bir kitabdır. Bundan öncə Dedektiv Əqrəbi oxumuşdum. Amma Əqrəblə bunun arasında bir dənə də kitab oxumuşam qızlar. Yəni ard-arda dedektiv oxumamışam da. Amma oxusam da düşünürəm ki, bezmərəm qızlar. Çünki mən düşündürücü əsərləri daha çox sevirəm. Nəinki öz axarı ilə gedən sevgiyə aid əsərləri, açığı deyim. Amma hərdən yəni elə şeylər də oxumaq lazımdır ki, daimi bir xətt üzrə getməyək də. Bu kitabı qızlar mənə tövsiyə elədilər. Tövsiyə əsasında almışam elə mağazada. Sevinç Molda Rebus kitab mağazası var. Dəftərxana ləvazimatları falan belə şeylər satırlar. Orada olarkən belə kitablara baxırdım. Satıcı gəldi. Bunu məsləhət gördü. Dedi, oxumuşam, çox qəşəng romandır. Yəni bəyənəcəksiniz. Oxusuz bəyənəcəksiniz. Çünki bir neçə dəfə oradan alış-veriş etmişəm. Artıq satıcı mənim zövqümü tutub da, belə deyək. Bunu məsləhət gördü. Qiyməti də münasib idi. 6 manat 90 qəpik idi və 10% endirimlə demək olar ki, 6 manata 5 manat 2 qəpiyə aldım. Dünən evdə də bir xeyli oxumuşdum. Bir xeyli hissəsini elə evdə oxumuşam. İndi bu qədər bir hissəsi qalıbdır. Çox az bir hissəm qalıb. Düşünürəm ki, bəlkə də bugünə qutararam, bugünə bitirərəm. İndi burada elə işimdən cavab gözləyərkən də biraz oxudum. İndi yenə də oxumağa davam eləyəcəm. Çox heyf, burada coffee shopumuz da bağlıdır, bufet də bağlıdır. İnanırsınız, susumdan ölürəm, acımdan ölürəm. Amma işi də həll eləməmiş, gedə bilmirəm. İndi oturmuşam burada. Günün davamını da inşallah ki, çəkərəm. Yəqin ki, sonra öz binamıza qayıdacağam. Oradan da evə gedərəm. Evdə biraz işlərim var qızlar. Bugün planlaşdırıram ki, paltarları ütüləyərəm. Dünən həftənin bazar günü idi. Heç cürə imkanım olmadı. Müəyyən başqa işlər var idi. Onları gördüm. Biraz da kitab oxudum. Uşaqlarla falan elə məşğul olarkən vaxtım bitdi. Amma ütülənəcək paltarlarım var. Əgər bugün çatdıra bilsəm, gedib paltarları ütüləyəcəm. O binadan qayıtdım bura qızlar. Gələn kimi oturdum kompüterin başında. Yəni gəldim mən. Saat 9 idi, 10 işləyirdi. Kabinetə girdim və ona işləmiş 20 dəqiqə yenidən qayıtdım əsas binaya. Heç yəni kompüteri açmağa belə fürsətim, imkanım olmamışdı. Burada bir-iki işlərim var, onları görməliyəm. Onları görüm. Daha sonra deyirəm, durun bir stəkan çay içim. İşin axırıdır deyə qızlar, adam çox da belə, nətər deyim, işləmək istəmir elə bir. Bizim otağa da çox gün düşür, hədsiz gün düşür də. Ümumiyyətlə adamın enerjisini alır. Bilmirəm, yəni bu isti havada kimsə enerjili olur yoxsa yox. Mən qəti enerjili olmuram. Nə işləməyə, nə başqa bir iş görməyə, ev işi olsun, çöl işi olsun, fərqi yoxdur. Elə bir ki, heç nəyin öhdəsindən gələ bilmirəm, başa düşürsünüz. Yəni bəlkə özüm də özümü aşağı çəkirəm, amma bilmirəm də, yəni hamıda bu hal baş verir yoxsa yox. Nəysə, biraz işlərdən, güclərdən görüm qızlar. Daha sonra yüngülvari də olsa günorta yeməyimi yeyim, günə belə davam eləyək. Bu arada qızlar,
İşimi hələ ki tam belə yerinə yetirə bilmədim. Yarımçıq qalıb, cavab gözləyirəm. İnşallah ki, istədiyim kimi nəticəni əldə eləyərəm. Yəni qayıtdım, gəldim gəlməyinə, amma ki, hələ ki tam yekun nəticəyə gəlməmişik də. İnşallah ki, istədiyim nəticəni əldə eləyən kimi sizinlə də paylaşacağam. Əslində çox da qlobal böyük bir şey deyil. Yəni paylaşanda deməyin ki, yəni buna görəmi bu qədər gizlədirdi. Sadəcə olaraq yəni bəzi məqamlar var ki, ona görə demək istəmirəm. Özüm də çox həvəslənmək istəmirəm ki, alına da bilər, alınmaya da bilər. İnşallah ki, alınar. İnşallah ki. Alınandan sonra onsuz da yəni o barədə ayrıca vloqlar çəkəcəm və sizinlə də bölüşəcəm. İlk dəfə idi deyə bəzi prosedurlar var idi, onları bilmirdim. Onunla bağlı getmişdim əsas biniyə. Əsas odur ki, düzəlsin. Nəysə ki, yəni bu arada onu qeyd edeyim ki, yəni hələ ki işimi tam həll eləməmiş qayıtdım da. Bir qismi həll olundu. İndi növbəti ikinci qismə keçmişik ki, əsas da ikinci qismdə o həll olunsun. Əsas odur. Hə, qızlar, işdən çıxmama artıq az qalıb. 25 dəqiqə vaxtım qalıb. Bugün biraz qaça-qaçlı gün oldu. Açığı normal çay falan içə bilmədim. Elə bil susam, yanğım var sanki. Yolda gələndə özümə bu yeni çıxan Snickers'dən almışdım qızlar. Əslində yeni çıxmayıb, çoxdandır var. Ağ şokoladla olan. Mən ümumiyyətlə ağ şokoladı çox sevirəm. Dedim alım bir yoxluyum, uzun müddət idi nəzərimdə idi. Keçən səfər fındıqlısını almışdım, yaşıl rəng paketdə olanı. Bəyənmişdim, xoşuma gəlmişdi. Bu amma bildiyimiz fıstıqla olan Snickers'dir. Sadəcə olaraq üstü ağ şokoladlandır. Gəldim, gördüyünüz kimi bəzi işlər var idi, onları gördüm. Elə də dəhşət çox işimiz yox idi, amma qəfildən bir işim çıxdı. İşimiz çıxdı, yəni kafedra ilə bağlı onu da elədik, təhvil verdik. Günün sonuna gəldik, çıxdıq, çox yorğunam qızlar. Hələ işdən də çıxıb Gəncliyə idman malları mağazasına gedəcəm. İdman malları satılan mağazaya getməliyəm. Mehrinə gimnastikadan alınacaqlar var. Kitabımı da bu arada oxuyuram qızlar. Yəni yarıdan da aşağıya düşmüşəm artıq. Bu qədər bir səhvəm qalıbdı. Düşünürəm ki, evə gedib çatana qədər oxuyub bitirəcəm. Neysə, mən bir stəkan çayımı içeyim, daha sonra isə elektronik əşyalarımızın hamısını söndürüm, özüm də çıxım. Qızlar, yerim o qədər isti olur ki, pəncərədən dəhşət gün vurur, belim əməli başlı qızır da. Mən orada otura bilmirəm, təsəvvür edirsiniz. Əslində kompüterimdə, yəni fərdidir, stol üstü kompüterdir. Bayaqlarım işimi görəndə iş yoldaşımın notebookunu götürdüm, onda notebookdur. Gəldim, oturdum, burada istifadə elədim, burada yazdım. Çünki buradan kondisioner daha yaxşı vurur, sərinlik vurur. Ona görə burada otururam. Bu il ümumiyyətlə nəsə kondisionerimiz biraz zəif işləyir. Belə düşünürəm ki, içi təmizlənməlidir. Nəysə, ona görə burada oturmuşam, biraz da keçsin, durum yavaş-yavaş yığışım. Qoyulum yola. Artıq saat 6 işləyir, 10 dəqiqə, 10 dəqiqə də yox, 12 dəqiqə. İşin axırına yaxın dəqiqələri sayırıq, konkret olaraq dəqiqələri sayırıq. Artıq kompüteri falan hamısını söndürüm, yavaş-yavaş. Yavaş-yavaş söndürüm. Durum hazırlaşım, çıxım. İnansız, düzdür, yəni axşam üstüdür, yəni saat 6-ya işləyib, amma havada çox qəribə bir yəni istilik var. Heç adam belə nətər deyim, çölə çıxmaq istəmir də. Çölə çıxmaq istəmir qətiyyən. Neysə, durub bir təhərə çıxacam da, axır əvvəl çıxmalıyam. Bunları çıxardım. Bura iş yoldaşımın hissəsidir. Əvvəldən burada otururdum, bilirsiniz. Mən də tumbamı bu hissəyə qoymuşdum. Bayaq əsas biniyə getdim, gəldim ki, iş yoldaşım burada dəyişiklik eləyib. O masanın altına qoymuşdu, bu hissələrə qoymuşdu. Sonra çıxardıb mənimki kimi qoyub. Dəyişiklik eləyib. Düzdür, biz buranı dəyişdik, çünki iş yoldaşım dedi ki, buradan soyuq gəlir. Valla indi bilmirəm, yəni mən qışı burada oturmamışam, bilmirəm, yəni soyuq gələr yoxsa yox, amma yəni yay vaxtı idi. Həm də dedi ki, kondisioner bu hissəni çox vurur, yəni əvvəl burada otururdu da. Yəni qışı bilmirəm, pəncərədən soyuq gəlirmi, gəlmirmi, onu bilmirəm. Amma yayda dəqiq bilirəm ki, kondisioner oranı vurmur, vursa, yəni rahatlıqla oturmaq olar. Dəhşət isti olur. Bu hissəyə keçəndə, burada da yəni müdirimiz əyləşir. Bu hissəyə keçəndə əməlli başda isti vurur bizi. Yaxşı olardı ki, bu hissələr, yəni bu hissədə yerləşən stollarımız burada olsun. Amma yəni otağın dizaynı veriləndə belə verilmişdi. Əslində düzgün dizayn da budur. Yəni normaya görə qapıdan girən kimi ilk olaraq yəni müdürü görmək lazımdır da. Burada amma görünmür. Nəysə ki, indi dəyişmişik yerimizi, amma yəni mən burada otura bilmirəm. Biraz günün birinci yarısına qədər otururum, ondan sonra otura bilmirəm qızlar. Bunları çıxardım, interneti də çıxardım, artıq internetdə lazımım deyil. Bir dənə qalsın hələlik kondisioner. Yavaş-yavaş yığışım, çantamı falan götürüm. Qızlar, bu arada bu çantanı o qədər sevirəm, o qədər bəyənərək istifadə edirəm ki, bunu artıq 2 ildir istifadə edirəm. Trendyoldan almışdım, alanda sizlə də bölüşmüşdüm. Əslində qiyməti hardasa 37-38 manat idi. Amma mən bunu böyük endirimlər vaxtı 7 manat almışdım. Bundan yanaşı başqa bir çanta da almışdım. Onu da 7 manat almışdım. O bardov rəngi idi. Düzdür, o bunun qədər keyfiyyətli deyil idi, amma bu yəni çox qəşəng çıxdı. Bunun bir dənə nəyindən xoşum gəlmədi? Bu hissəsində qırılma oldu.
elə bil dəmiri qırıldı da. Sonra yoldaşım apardı bunu tikdirdi. Bu hissəni tikdirdi. Bu hissədə də həmin dəmirdən var idi. Yəqin ki bilirsiniz, o taxılıb açılan hissələr olan dəmirlər var idi. Bax onları deyirəm. Bu hissədən də çıxartdırdı, beləncəyinə belə düzəltdiribdi. Amma çox yaxşıdır qızlar. İçinə hər şey yerləşir. Mənə lazım olan nəm salfetkamdır, quru salfetkamdır, naushnikdir, sonra pulqabım, nə bilim, adaptörüm, hamısını yerləşdirə bilirəm. Yaydır, indi çox da belə dəhşət makyaj eləmirəm qızlar. Ələxüsusda dərs yoxdur deyə ümumiyyətlə çox makyaj etmirəm. Yəni lazım olanımız nədir? Əsas ətirdir. Qızlar, bu keçən səfər vloqların birində də demişdim ki, kiçik ölçülü ətirləri sevirəm. Bu da o ətirlərdəndir. Victoria's Secret'in Bombshell ətridir. Artıq dibidir. Çox az qalıb, görünür, görünmür bilmirəm. Hə, biraz görünür. Çox az qalıb, gündəlik yəni bunu istifadə eləyirəm. Yəqin ki bu da sabaha falan bitər. 3 ədəddir. Biri düzdür qışa uyğundur, ikisi isə yaya uyğundur. Yəqin ki bu bitəndən sonra o birisindən keçərəm. Yəni belə balaca ölçülü ətirlər falan bunları da qoymaq olur. Sonra bu bleskidir qızlar. Fenty Beauty'nin bleskidir. Belə 3 rəng kimi olmağına baxmayın qızlar, düzdür, mən belə səliqəli istifadə etməyə çalışıram. İstəmirəm ki bu 3 rəng bir-birinə qarışsın. Amma yəni ümumi götürəndə sadəcə olaraq parıltı verir. Yəni ki çox cüzi bir roz və tonlarda belə ton verir. Çox cüzi də, amma əsas yəni parlatıcı kimi istifadə edirəm mən bunu. Qışda yox qızlar, qışda külək olur, adamın saçı yəni yapışır da ağzına, üzünə yapışır. Qışda parlatıcı istifadə etməyi sevmirəm. Düzdür, bəzi adamlar istifadə eləyir. Yəni əksini düşünənlər də var ki, yayda, daha doğrusu qışda dodaqları çatlamağa qoymur. Bəli, ola bilər, amma mən qışda daha çox mat bazalı dodaq boyaları istifadə edirəm. Amma yayda həm belə yumşaq dodaq boyaları, mat olmayan yəni, həm də ki belə parlatıcılar istifadə edirəm. Bunu da adətən dodaq boyalarının üstündən vururam. Baxın görüm digər dodaq boyam hanı. Deyəsən onu yadımdan çıxarıb evdə qoymuşam qızlar. Yəqin ki evdə qalıbdır. Nəysə, yoxdur. Bir dənə bunu vuraram. Heç bayaqdan fikir verməmişəm, dodaq boyam yoxdur. Nəysə qızlar, çantadan danışırdıq. Xoşum, bu çanta mənim ən sevimli çantalarımdandır. Bu ara ancaq böyük çantam var idi, onu istifadə eləyirdim. İndi keçmişəm buna. Sonra bunu LCY2-də də gördüm. Düzdür, onun içində öz firmalarının belə etiketi var idi, yazılışı var idi. Amma eyni ilə bu çanta idi, nə o yanı, nə bu yanı. Onun qiyməti isə 45 manat idi. Yəni gündəlik bilirsiniz ki, kitab da olur da üstümdə mütəmadi şəkildə. Kitab da qəşəng rahatçılıqla, tam belə rahatçılıqla yerləşir içinə. Mənə də əsas olan nədir? Əsas olan odur ki, gündəlik nə götürürəmsə ondan hamısı yəni bir çantaya yerləşdirin. Əlavə əlimdə çanta tutmağı sevmirəm qızlar. Bu arada sırğalarım da burada qalıb qızlar. Bayaqlarım yolda gələndə bunun arxası düşdü. Tapa bilmədim. Ona görə məcbur olub çıxartdım. Belə bir sırğalarım idi. Nəysə qızlar, vaxt gəlib çatır, artıq mən çıxım yavaş-yavaş. Hə, qızlar, çıxdım işdən. Üzü yuxarı Gəncəyə doğru qalxıram. Bu yolda biraz belə, yəni yoxuş deyilər, yəni yoxuş üzü yuxarı çıxıram da. Biraz yorucu yoldur. Nəysə ki, bizim yəni işimiz ümumiyyətlə 28 Gənclik, bir də Nərimanovun belə deyim də 3 metronun qovşağında yerləşir. Hər birinə əslində yəni ayaqla gedib gəlmək olur. Amma ən rahatı Nərimanovdur. İndi mənim işim var deyə gedirəm Gəncliyə. Burada İdman Akademiyası var, bilirsiniz. İdman Akademiyasının yanında idman malları sağatılan mağazalar çoxdur. Mehrinə jgut lazımdır, rezin kimi bir şeydir. Onu almalıyam. Mehrin ümumiyyətlə qızlar gimnastikada artıq profesional qrupa keçibdir. Necə profesional qrupa keçib? Keçən səfər müəlliməsi yazmışdı mənə soruşdu ki, Asiya xanım, siz istəyirsiniz Mehrin yəni profesional olaraq gimnastika ilə məşğul olsun. Mən də dedim ki, əlbəttə ki istəyirik. Yəni imkanımız, gücümüz çatdığı qədər, yəni arxasındayıq, istəyirik. O da dedi ki, əgər elədirsə, yəni uşağı mənə həvalə eləyin, mən uşağı yetişdirmək istəyirəm. Mən də əslində yəni o qədər sevindim, çox sevindim də. Yəni müəlliməsi soruşdu ki, ümumi sağlamlıq üçünmü qoymusunuz, yoxsa yəni profesional məşğul olmağını istəyirsinizmi? Mən də dedim ki, yəni təbii ki, yəni elə bir müəlliməsi dedi ki, şeymi istəyirsiniz də, yəni sağlamlıq üçünmü istəyirsiniz, məşğuliyyət olsun deyəmi istəyirsiniz? Çünki dedi, gimnastika biraz yəni pul xərcləyə bilən bir idman sahəsidir. Yəni özünüz də bilirsiniz də qızlar, onun əşyaları, paltarı, hər məsəl üçün yarışı puldur da. Yəni
biraz xərc tələb edən bir sahədir. Amma elə mən də müəlliməyə dedim ki, yəni imkanımız, gücümüz çatdığı qədər biz bunun öhdəsindən gəlmək istəyərik. Tək sağlamlıq söhbəti deyil, çünki Mehrinin özünün də çox həvəsi var qızlar, dəhşət həvəsi var. Yəni hərdən olurdu ki, müəllimə yarışlara gedirdi, digər uşaqları yarışlara aparırdı. Məşq olmurdu da. Mehrin də bilirdi ki, yəni yarış var deyə məşq olmur. Çox pis olurdu, çox pis olurdu ki, mən də getmək istəyirəm. Yəni başa salırdım ki, inşallah gedəcəksən. Əslində keçən ay yarış var idi. Gimnastika hamı üçün adlı bir beynəlxalq turnir kimi bir şey var idi. Mehrin də iştirak eləməli idi. Hətta Temudan paltar falan da sifariş vermişdik. Amma təəssüf olsun ki, iştirak eləyə bilmədi. Yadınızdadırsa xəstəxanaya düşmüşdü. Səhhətində problemlər yaranmışdı. Ona görə yəni ürəyimizdə qalmışdı da. İndi inşallah ki, peşəkar səviyyədə məşğul olanda, yəni bütün yarışlara inşallah ki, qoşular. Artıq belə deyim də, indiyənə qədər həftədə 3 dəfə 1 saat olmaqla məşq eləyirdi. Yəni həftəlik 3 saat məşq eləyirdi, amma indi həftədə 3 dəfə 2 saat məşq eləyir. Təbii ki, qiymətində də artım var. 40 manat gimnastikanın puludur, 30 manat isə rəqsin puludur. Yəni gimnastikada beləymiş. Həm gimnastika dərsləri olurmuş, həm də xoreografiya dərsləri olurmuş. Rəqs dərsləri fərqlidir də, yəni. Mən əvvəl elə bilirdim ki, ikisi də bir yerdədir. Yəni o quruluş falan hamısı gimnast müəllim tərəfindən verilir, amma yəni dərinliyinə qədər öyrənəndə artıq başa düşdüm ki, yox. Quruluşu rəqs müəllimi verir. Gimnastika fərqli, rəqs fərqlidir. İndi gimnastika 40 manatdır, rəqs isə 30 manatdır. Nəysə ki, indi bu yola baş qoşmuşuq. Artıq müəlliməsi də deyir ki, müəyyən, yəni professional səviyyəli əşyalar lazım olacaq Mehrinə. Yavaş-yavaş bizə siyahını verəcək, mən də onları alacağam. Əslində idman paltarına falan da ehtiyacı var, amma gələk Mehrinin özünü gətirin. Bir dəfə həftə sonu çıxacağıq. İnşallah elə burada var, mağazalarda yaxşıdır. Nə axtarsan tapmaq olur da. Elə topunu, kruqunu, hər şeyini buradan alıram. Gətirəcəm inşallah, burada elə paltarlarını da alacağım. Gəldim, çıxdım qızlar. Gənclik Molun yanındadır da elə bil ki, bu nəzərdə tutduğum mağazalar. Burada bir neçə mağaza var. İndi ora baxacağım. Bura İdman Akademiyasıdır. Bu tərəfində isə 4-5 dənə idman malları satılan mağaza var. İndi girim, maraqlanım, görüm hansından tapa bilirəm. Qızlar, elə ilk girdiyim mağazadan aldım, çıxdım. Amma onu deyim ki, deyəsən burada qiymətlər biraz bahadır. Mən belə hiss edirəm ki, burada qiymətlər bahadır. Çünki bayaq yoldaşım zəng eləmişdi. Bunlar ölçü ilə imiş, sən demə bu jgutlar ölçü ilə imiş. Yoldaşım zəng eləmişdi, bilmirəm o harda baxmışdı. Orada dedilər ki, qiyməti 6 manatdır, amma mən buradan 8 manata aldım. Bir də bilmirəm, yəni ki, indi nəyə görə ölçülür bu ölçüləri, yəni ki, daha doğrusu qiymət bəlkə ölçülərə görə dəyişir, onu dəqiq bilmirəm. Amma nəysə ki, mən 8 manata aldım, amma əsas odur ki, tapdım. Əsas odur tapmaq məsələsi idi. Tapdım, aldım. Qızlar, gəldim, çıxdım evə. Hətta gənclikdən gedib Qarayevdən bacımgildən uğuru da götürdüm, gəldim. Biraz ona görə gec gəldik, mağazaya da getdik. Gəldim, makyajımı falan təmizlədim qızlar. Evə gələn kimi ilk işim bunu taxmaq olur. Yatana qədər deyirəm ki, biraz işləsin, bu ağcaqanadları falan öldürsün. Çünki başqa cürə normal yatmaq mümkün deyil. Düzdür, bu aralar biraz səhrinlikdir, külək var deyə. Elə də çox ağcaqanad olmur, amma yenə də hər ehtimala qarşı yandırıram. Bir də qızlar, bu arada adyalımı götürdüm gələn kimi. Nəzərimdə idi ki, bu kravatın üstünə saldığım adyalı götürüm. Elə üstümüzə saldığımız nazik yorğan üzlərini bu formada üzərinə salacağım kravatın. Belə qalsın, onsuz da yəni yayda adam bir iş görə bilmir, elə yüngül var, bunu ataram üstünə və salam, qutardı, getdi. Üzümü yudum, kremi falan vurum. Düşüm aşağı, dəhşət acmışam qızlar, gedim yemək yeyim. Ondan sonra yenə də işlərim var, qaydacağım işlərimin başına. Uşaqlarınkini də taxım. Onlar da yatana qədər biraz işləsin. Deməli qızlar, Qarayevdən gələndə mağazaya keçdim, Mehrinə bir dənə çimərlik geyimi aldım. Bu tərz bir şey axtarırdım açıqcası. Uzun müddətdə çox yerə baxmışdım. Nərmanovda da bəlkə bəzi mağazalara baxmışdım, nə bilim Molda da baxmışdım. Amma bu tərz bir şey görməmişdim. Düzdür, biraz tərəddüdlə aldım. Elə bildim ki, əyninə olmaz, amma çox qəşəng oldu, çox qəşəng oturdu əyninə. Amma bu illikdir də, yəni gələn artıq geyməyəcək. Qiyməti də 12 manat 80 qəpik idi, yəni 13 manat. Yəni yaxşıdır, belə arxası da belədir qızlar. Arxası da belədir, şortiklə dəsti. İndi bunu aldım, arada da baxaram, bir dənə də olsa dəyişəcək bir şey alaram. Bir də Mehrinə dəniz kənarında geyinməyə sarafan, daha sonra belə uşaqlar üçün olur, dəsmal kimi, papaqlı falan, ondan almaq istəyirəm. Onlara da baxacağım inşallah. İşdən gücdən vaxt eləyə bilmirəm də, bütün günü yəni işdən sonra ancaq evə çatdırıram özümü. Ona görə belə normal mağazalara baxa bilmirəm. Amma bu günlərim girdim, bunu tapdım, aldım. Başqa şeylər danışım, onlar da aşağıdadır qızlar, onları da düşübündə göstərəcəm sizə. Hə qızlar, bu Mehrinin jgут dedikləri rezini, belə ölçüləri belə üstünə yazılırmış.
1-dən 8-ə qədərdir. Bir də belə ayaqları keçirtmək üçün yer var da, yəqin müəllim özü hansı təlimat verir. Hansı ölçüyə lazımdır, ona da taxırlar, istifadə edirlər. Bu Mehrin öcü qutum. Sonra uşaqlara bazar stordan, Qarayevdə bazar stordan belə su tapançası kimi bir şey aldım. Hərəsinə bir dənə. Bunu bayaq demişdim 8 manata almışam bu qutu. Bunları isə 2 manata aldım. 1 manat 99 qəpik idi. 2 manata bunları aldım. Bir də Mehrinə belə bir flamingolu kamera almışam. Güman eləyirəm ki, onlar 3-6 yaş aralığı göstərir. Yəni elə belə gördüm, rastıma çıxdı deyə aldım. Əslində mən bunları nəzərdə tutmuşdum ki, Temudan alaram, amma gecikdim qızlar. Hətta may ayından demişdim ki, seçim səbətə atdım. Məsəl üçün təsəvvür edin ki, Temuda bu tərz su alətləri, bəlkə də bu ölçü, bundan biraz balaca ölçü 60 qəpikdir. Yəni ki, su qiymətinə də demək olar ki. Amma ala bilmədim. İndi nə bilim tədricən buradan yavaş-yavaş bəzi şeylərini alacağam. Gəldim yeməyimi yeməyə. Yeməyimi yeyim. Paltarlara baxdım qızlar, dedim bəlkə paltar vurum maşına, amma gördüm ki, yox, orası deyil. Sabaha bir suyuna vuraram. Uşaqlar da yemək yeyiblər, Uğur bacım gildə yemək yemişdi, Mehrin də yeməyini yeyib. Mən tək qalmışam. Özüm yeməyimi yeyim, ondan sonra baxım görüm nə iş görürəm. Qızlar, vaxt çatdı gəldi, axşam oldu. Deməli mən bu gün demək olar ki, yalancı vlog çəkdim də, konkret olaraq etiraf edeyim. Nə mənada yalancı vlog? Deməli qızlar, yeməyimi yedim, sonra dedim biraz dincəlim. Kitabımı aldım mənimə, başladım kitabı oxumağa, hansı ki bayaq göstərmişdim sizə. İntihar sürprizi kitabını. Kitab mənə aldı, apardı, oxuduqca oxudum. Düzdür, sonra uşaqlar acdılar, onlara yemək verdim, nə bilim, yemiş falan doğradım, yedik. Sonra da yoldaşım gəldi ən sonda, onun da yeməyini verdim. Elə bil ki, necə deyim, yəni başqa iş görməyə vaxt qalmadı da. Həm də ki, özüm də həvəssizləşdim. Yemək yedim, sonra biraz oturdum, TikToka baxdım. Dalınca biraz kitab oxuyum dedim. Kitabı da oxuduqca oxudum, artıq bitirdim. Bu arada çox qəşəng kitab idi, çox bəyəndim. Yəni alıb oxuyamağa dəyər kitabdır. Detektiv xoşlayırsınızsa ümumiyyətlə oxuya bilərsiniz, yəni. Nəysə, gün belə bitdi. Mən heç bir iş görmədim. Əslində heç bir iş deyəndə də ki, qızlar, işim paltar işi idi. İndi şükür Allaha, yəni evə gəlib yemək bişirmək kimi bir dərdim yoxdur. Əsas məsələ yeməkdən sonra qabların yuyulmalıdır falan da. Onları eləyirəm və salam qurtardı getdi. Yəni axşam gəlib ev süpürmürəm, ev silmirəm, nəsə sildim, təmizləyim, mebel falan. Elə işlərim olmur da. Maksimum paltar maşına atmaq, sərmək, nə bilim ütlənəcəklər varsa ütləmək, bu işlərim olur. Ondan da heç birini eləyə bilmədim. Yalança çıxdım yanınızda. Yəni həvəsim öldü qızlar. Nəysə artıq uşaqları qoydum yatmağa. Uşaqları qoydum yatmağa, özüm də çəkildim otağıma. Bu kitabı götürdüm qızlar, sabahlarım buna başlayaram. Görək bu necə bir kitabdır. Bu dedektiv falan deyil. Nəsə gənclik barədə, gənclər barədə bir əsər olacaq. Yəni heç yazıçı haqqında da bir məlumatım yoxdur. Bunu əslində sizə göstərmişdim. Endirim vaxtı nəzərimi çəkmişdi, diqqətimi çəkmişdim, almışdım. Üzümə maska qoyum. Kitabı sabah başlayacağım, indi başlamıram. Üzümə maska qoyum, biraz da nə bilim telefonda gəzim, daha sonra isə yatım.